Bayramdan əvvəl bayram bazarlığı mütləqdir. Səhər maraqlanacağım bu söhbətlə. Alanda maraqlanırdın. Amma bu bazarlıqdan bol gülüşlə qayıdacaqsınız. Sən niyə bu ləhcə ilə danışırsan? Mənim anam Hindistanlıdır, atam Səlyanlı. Hər yeni ilin ənənəsinə çevrilən Komedixananın böyük səhnə konsertlərinə yenisi əlavə olunur. Bayram bazarlığı. Çox əsrarəngizdir. Ardarası kəsilməyən gülüş səhnəsi 3 gün ard-arda davam eləyəcək. Nə dedim? 19, 20, 21 dekabrda Görəcəyik də. Heydər Əliyev sarayında biletləri iTicket Az və şəhərin bütün kassalarından əldə eləyə bilərsiniz. Məsələ həll olundu. Dadlı dostu, bol ulduzlu bayram bazarlığına təlləsin. Necədir, bəyəndiniz? Perşembe pazar Xəzər TV'də efirə qayıdır Komedixana. Gülməli məzəli səhnələrlə sizə gülüş verir Komedixana. Yepyeni səhnələr bizdə izlənər. Şan parodiyalar hamısı bizdə. Burada var bol yumor, bol əyləncələr. Edirik hər şeyin ən gözəlini. Sizlərə gülüşü bəxş edərik biz. Sizin qarşınızda Komedixana. Qasım, hələ çox gəzəcək. Ay Qəmər, Hə. Abşeron Ticarət Mərkəzində mağazalar gör nə qədədir. Hamısı da yanbayan, hamısında da kampaniya var, onlardan yararlanmaq lazımdır da. Hə, gedək Gedək yararlan. Əsas odur ki, mən bu turbalardan götürdüm. Götür. Götürdüm kəndə. Sözsüz gedin, mən pulum verim, gələm, gedin. Deyirəm, ay arvad, hazırlaş. Gedirik nəvəmizi görməyə. Əliboş nəvə yanına gedərlər. Ay qız, əli boş nöş gedirik, Hə. buna bax. Nədir Gör o? nəvəmiz üçün nə yaparram. Piredo bezi. Hələ buna bax, Piredonun nəm salfetləri, Piredonun maye sabunları. Başın işləyir sənin. Yenə dedi başın işləyir ya. Ay qız, keçən dəfə də ad günümdə mikrofon götürmüsən ki, sənin başın işləyir. Olmadı ki, götür bezləri, yaşal Yaxşı, gedin. sonra danışarıq. Şu qoy işimi işləyim də, dur nə yığırsan? Demişəm axı işləyə bilmirəm axı belə olanda. Sən bir bax gör mən nə almışam. Yeni bizon egzotik, çiyələk və tropik mango dadında. Hələ sən buna bax, kaktus və yetişmiş gavalı. İkisinin tandemi. Bilirsən nədir? Mənə bax, təzə bizondur bunlar. Bəli. Bu qədər sən niyə almısan? Axşam partidir də. Evdə? Evdə. Əla. Mən Offside mağazasında satıcıyam və məktəblilərimiz üçün Oyal məktəbli ləvazimatları satıram. Məktəblilərimiz bizim məhsulları çox sevərək istifadə edir. Elə ona görə də məşhurlar bizi seçir. Biz də buradayıq. Bu dəqiqə. Bunu verim mən çıxdım. Xanım, bu dəqiqə Xəzanə xanım. Baba, zirvələrə necə uzala bilərəm? Mənim balam, çalış, haqqın tərəfində ol. Əhdə vəfalı ol. Bir də halaldan qidalan. Halal olandan yemək cismin qidasıdırsa, halaldan yedizdirmək ruhun qidasıdır. Rosko, yalnız halal. Yeri gəlmişkən elə onu nəzərinizə çatdırım ki, dekabr ayının 19-u, 20-si, 21-i məhz bizim Bayram Bazarlığı adlı konsertimiz olacaq. iTicket.az-dan təbii ki, siz də özünüzə bilet ala bilərsiniz ki, yeni ildə elə hədiyyəniz qoy biletimiz olsun. Bir alqışlar gəlsin özünüzə.
Hə, davam edirik. Çox uzun-uzadı danışmayacağım. Bizim növbəti səhnəmiz elçilikdir. Adətən övladın valideynləri, qız anaları düşünür ki, elçi yolu gözləyir, elçiləri gələcək. Oğlan anaları da düşünür ki, elçi gedəcək. Və ona görə də bütün valideynlərə arzu edirik ki, bugün qismət olsun. Amma bizim bugünkü elçiliyimiz biraz fərqlidir. Alqışlarınızla Komedixana səhnəsində qeyri-adi elçilik. Ay qız, ay sənə qurban olum. Hə. Oturmuşdum aşağıda, qonşularla nərdimi oynayırdın da. Hə. Bax, məni evə nöş çağırdın, nə olub, nə istəyirsən? Nədir dərdin, görüm. Dərdim odur ki, sənə 100 dəfə demişəm ki, o bloku kraskala girən. Niyə kraskalamırsan? Bax, indi elçilərimiz gəlir. Elçi gəlir. Elçi gəlir. Hə, sən zəhmətsizcə məni cəmaata güldürmə, elçi gəlir. Bir ayda mən bəlkə 50 kilo kraska çəkmişəm o bloka. Gələn var, qapını döyən var. Ancaq jekin işçiləri gəlir ki, qardaş, çox sağ ol, binanı qəşəng rəngləmişsən. İmkan varsa üskameykaları da rənglə həyətdə. Elçi gəlir, hani tökülüb elə söylə. Deyirəm sənə gəlir də, gəlirlər də yoldadılar. Az qalıb çatırlar uşayı. Doğrudan deyirsən, hə? Doğrudan besinə. Mənə bax, kimdir gələn, kimdir, nəçidir? Sözün düzün deyim ay kişi. Hə. Heç mən özüm də bilmirəm kimdir, nəşidir. O nə danışır hala? Nəsə yəni mən bilmirəm kimdir. Ay qız, bu böyük qızda da o vaxt elə elədin, maraqlanmadın kimdir, nəçidir, verdik getdi. 6 ildə qızdan xəbər yoxdur. 7-ci ilə keçəcək. Nətər evə elçi gəlib, bilmirsən kimdir, nədir? Pis eləmişəm. Mağıl başın qulağın dicdə. Nə qızlar çəkirsən, nə də. Heç də bir sakit oldu, bir deyim də nə olub da. Dinlə, dinlə. Mənə qulaq as. Telefonuma zəng gəldi. Götürdüm, gördüm dedi səhv düşmüşük. Səhv düşmüşük. Danışdıq oradan, buradan, söhbət elə gəldi, çıxdı ki, onlar bizə elçi gələsi oldular. Telefonla danışdığın? Hə. Mənə qulaq as. Danışıq əsnasında məlum oldu ki, bunların bir oğlu var. Onu evləndirmək istəyirlər. Mən də naxadı, qızın bir dənə şəklini göndərdim ona. Yalan demə. Papacanı. Malades. Dalıca. Tüm təpübəylə şey eləyərlər. Yox, qulaq as da. Din. Dalıca da Messi Palaşaydı. Sonra da yazdım ki, qulaq as, sən canı qulaq as. Sonra da yazdım ki, beynimizə batdısa, gələrsiz. Onlar da yazdı ki, ok. Ok girsin sənin gözüvə. Okla qız elə verərlər. Adı nədir? Oğlanın adı nədir? Ay kişi, sözün adını bilmirəm. Telefona qeyd eləmişəm ki, səhv düşən elçi. Gəlirlər. Gəlirlər. Vay, bir yavur olduq, gəldilər. Gəldilər. Gel qapını aç, mənə bax. Palçığın üstündə gelirsən, bu nədir? Sən də həyəcanlamışam, sevindim. Yer qapını aç. Deyirəm sənlə, bu arvadı da qınamaq olmur da. O vaxtı atalar deyirdi ki, qız ki kəkil çıxartdı, ərə ver geçsin. Bizimki kəkil də çıxartdı, əkil də çıxartdı, vəkil də çıxartdı. Bu dəfə baxmayacam ağına, bozuna, qarasına. Kim olsa verəcəm geçsin. Yaş keçirir, yaş keçir. Gel, bəh. Salam Bəh. Toy olsun Ayquda, gözün aydın olsun, öpürəm səni. Öpürəm, qurban olarım sənə. Bəh, sevirəm də, toy olsun, oynamaq olsun. Yaman ağır qudamız var ha maşallah. Ama gör toydan ne oyun çıxadacaq bu. Ölürsən də nəsli bizi hər yerdə təmsil eləməyə. Dinciliş. Nə olub? Sən oğul atassan, biraz ağır ol. Biraz samballı ol. Mənə de görüm, sən elçilikdə nə danışassan, ondan danış. Elçilikdə nə danışırlar ki? Nə danışassan? 2 dənə, 3 dənə atalar sözü deyirlər, qəşəngçilik. Sonra ardından da deyirlər ki, qız sizdən, oğul bizdən götürüb aparırlar. Atalar sözü. Atalar Bilirəm sözü. sən o atalar sözü. Keçən səfərdə başladın ki, qız ağacı, qoz ağacı, hər gələn bir daş atar. Oradan nətər fırrandın ki, bəs mənim Qubada 3 hektar torpağım var. Gəlin qoz əkək. Yaxşı, da yaxşı. Biznes quraq, pul qazanaq. Nətər çeşit Noel verə mən bilmədim də. Və burada, orada, ora. Qızı alırıq, xeyirduanı alırıq, çıxıb gedirik. Sakitcə, səliqəli. Yaxşı mı? Yaxşı, da bildik. Yaxşı. Ay, xoş gəlmişik. Həmişə
Sən xeyir işlərə gələk, gözəl bacım. Can, xoş gəldiniz. Can, Əyləşin, çox ayaq sağ üstə ol. qalmayın. Çox təşəkkür 45 dəqiqədə söhbət edirdiniz. Evdə danışıb gələrdiniz də. Evdə heç bir-birimizi görürük. Biz iş adamlarıyıq. Çox üzr istəyirik. Hoş gəlmişsiniz, hoş gəlmişsiniz. Müəllim, Bəli, deməli, atalarda gözəl bir söz var. bəli. Deyir ki, qız qızıl alma, Bəli, qızı gözdən salma. Bəli, bəli. Düz deyir, elə deyir. bilirsiniz də, qızıl almada yaxşı pul var. Bu nə lan? Çox faydalı almadır. Almaların ən üstünüdür. Onda olan dəmir heç harda yoxdur. Kilosu 5-6 manatdan aşağı deyil. Mənim qəşəng Qubada bir neçə hektar bağım var. İkimiz maya qoyuruq, alma ağacları əkirik, sonra otururuq elə almalarımızı yeyirik. Nə siz? Yaxşıdır, xoşuma gəlir. Sataq da pul qazanaq. Bildim, kimin almaların gibi. Almanın yeridir. Sən hansı ara keçdin almaya al-verə? Oğluva qız almağa gəlmişik. Nədir alma satırsan? Normal söhbət elə. Arvat deyib onun ipini yığan. Sən nə oyun çıxadar bu? Çərtkə sifət. Görsən? Arvatlar var, əlini boğub öldürür. Qədrimi bilmirsən. Yo, boğ öldür məni. Ona baxmayıb bir şey yoxdur. Sən mənə bir dənə vursun, çeyrək divar keçərəm o biri binaya. Karlısın sifət. Buyurun. Hər birinizi də xoş gördük. Xoş gəlmişsiniz. Gözəl insanlar. Qızınız hardadır? Buradasın da. Can. Qızımız mətbəxdədir. Deyirəm biz sizin oğlumuzu görsəydik. Gəlsin birinci bizə çay versin də, mətbəxdədir. Bir oğlumuzu görək də, görək oğlumuzu. Görək onu mətbəxdən çağırmağımıza dəyər, deyməzsə qızımızı. Oğlumuz da aşağıdadır, elə yuxarı qalxır. Qalxın. Bax. Hə, dedi. Deməli, bu oğlumuz aşağıdan yuxarıya qalxana qədər Bəli. ataların bir gözəl sözü də var. Hə, nə olar? Nə olar? Bəli. Bu qız qızıla dönüb yox xəbəri oğlanların. Çaşarsan qızıl al-verinə girər. Bax, barmağımı burnuna, oradan ora, buradan bura çırparam yerə. Narahat olma, girmirəm o söz. Tüp eləyərəm səni. Yaxşı da bildim də girmirəm də. Mehribançılıqdan. Görürəm, Harda qaldım mən? Qızıla dönər. Qızıla dönər. Dönər. Dönər! Bu dəqiqə Bəli. dönərdə yaxşı pul var. Bax, ikimizi atışırıq. Bu indi məktəblər başlayır, universitetlər başlayır. Metro ağzında, universitetin ağzında, məktəbin qabağında bir dənə dönər butkası qoyuruq. Qəşəngcə dönərimizi satıb, bax belə yox, bax belə qazana bilər. Az bir dönər. Mənə lavaşda, buna çörəkdə. Mənə ət, buna toğ. Xeyr ola mənə toyuq. Nə istəyirsən? Özün parça ət yiyirsən, mən də ət dönər 2 dənə ət mayonezi bol. Cəmaatın başını xarab edin. Ayran da olsun, xanım. Ay, sənin ayran nə qədər? Yox, ayran yox. Ayran yeyəndə sən köpürsən. Sən köpəndə də mən sənin böğründə kravatda yata bilmirəm. Zəbt edirsən, bu boyda yer düşür mənə. Ayran lazımdır, dinən dönər. Dönər, 2 dənə. Deyəcəm sənə dönər. Deyəcəm sənə dönər. Mən özüm də gezmək istəyənəm. Gəlsəydik. Şeydir, ben onu deyim ki, bizdə 2 oğlandır. Ne yaxşı ay bacı, bizdə də 2 qızdır. Biri buradadır, biri də kətin nənəsinin yanında. Yaxşı. Can. Bir dəqiqə, yəni bunlar deyəsən oktavoy almaq istəyir hamını. Ya nə olar? Əslində qardaş neçə tərəfə. Maşın skorusudur bu. Düz otur, hə? Düz otur, şux qal. Əslində qardaş, bilirsiniz necədir? Demirsən axı, ürəyim çıxdı yerim. Əslində bizdə oğul bir dənədir. Bəli. Sadəcə oğlumuz siyam əkizidir. Oğlumuz siyam əkizidir. Siyam əkizi? Yəni bir bədəndə 2 baş. Bir bədəndə 2 baş, o nətər olur? Belə də, yəni qardaş, indi gələr görərsən. Siyam əkizi.
Mənə bax. Hamısından bir dənə, başdan 2 dənə, hə? Bir adamdır bu. Bəli, bəli. Salam əmi. Elə bir şifanerdən 2 dənə baş çıxıb. Bəli, elə bir gövdə bir ədəddir, qardaş. Bir gövdədir. Bəli, bir gövdədə 2 baş. 2 baş tək dahadır ki, az bu. Xoş gəlmişsiniz. Çox sağ olun. Vay qədər. Yazıq qız, bu nədir hə? Yəni bizim bir maraqlı oynamağımız var. Buyur. Çox maraqlı oyun. Oturun, oğlum, Xoş gəlmişsiniz. Xoş gəlmişsiniz. Demək, bir dənə bədəndə, Bəli. 2 dənə baş. Bəli. Hə, laf yaxşıyam əkizləri. Buyurun, buyurun, eşidirəm sizi. Bir qız, bir oğlanındır. Onu atalar deyib. Bəli, bəli. Mən də razı. Bir qız, Bəli. bir oğlanım deyib. Burada 2 dənə baş var, Burada 2 dənə oğlan var. O nətər olacaq? Atalar bir də deyib ki, qızı yüzü sevər, biri alar. Bəli. Burada nəqd ikisidir. Nətər olacaq? Nə bilim ay kişi. Elə bir bizim qızımıza cadu eləyiblər. nə oldu? Elçi gəlmir, gələndə də beləsi. Bəxtəvər adamsan da ikisi birdən gəlir. Cəmaat birin tamınıma qoşallədir. Buyurun. Ya, əslində mən evlənmək istəmirəm. Yöndəşün. Bu gəlir, mən gəlməm. Qızı bir dəqiqə kim almaq istəyir? Mən alacağım. Sən istəyirsən. Bəli. Bəs sən? Mən sənin quzu almıram. Yo, mən karyera çəkəcəm, karyera quracam mən. Bəli. Yaxşı, sən qızı istəyirsən, sən Bəli. istəmirsən. Mən alacağım. O nətər olacaq? Nətər alasan sən? Mən istəmirəm, mən evlənmək istəmirəm. Evlənmirsən, vermə, mən alacağım. Nətər alasan sən? Alacağım mən. Alamayacaqsan. Alacağım. Alamayacaqsan. Nətər alamayacağım? Mən toy gün başımı götürüb çıxıb gedəcəm. Hara gedirsən? Gedirəm mən qızıma karyera qurmağa. Sən hara getsən mən də gedirəm də. Ay bir dəqiqə, ay qardaş, bir dəqiqə, yəni sən istəyirsən, o istəmir. Özünə gülü, öz başınadır o. Deyir ki, başımı götürüb gedəcəm. O başın götürdü, avtomatik sənin də başın getdi oyna. Bəli, mən də gedirəm, mən də gedirəm. Ya bu ev qaldaxı başsınız. Bəli. Təsəvvürlə dünən gecə 2 dənə baş, səhər bir daha baş tapırıq. Yo, bu nətər olacaq? Mən razı salacam da özünə gülü, alacam. Danış görüm. Alacaq. Yavaş-yavaş öyrənişəcək. Nətər öyrənəcək? Əsas birinci uşaqdan sonradır, birinci uşaqdan sonra öyrəşəcək. Nə olmayacaq uşaqsan? Mən Olacaq. Mən evlənmək istəmirəm. Mən birinə verib. Sən benim, məsələn, mən evlənməyəcəm, mən doğum günü qaçacam. Hara qaçırsan? Qaçacam da mən... Qaçarım, bir qaçıb gedəcək. Qaçmayacam. Baxarım. Mən baxarım indi. Ay bir dəqiqə. Mən sən qızımı alacam. Ay qardaş, Sən almasan da bilirsiniz qaçırmayacaq. necədir? Bilirsiniz necədir? Elə bir ki, evlənmək istədiyi oğlan var, bu evlənmək istəyən oğlan. Hə, o mənim böyük oğlumdur. Mən böyüyəm. Hə, bu isə balaca oğlumdur. Hə, balacadır. Buna görə evlənmək istəmir. Hə, bu böyüdü, bu balaca. Hə, bu böyüdü, bu balaca. Nə qədər böyüdü? 2 saniyə. Nə qədər? 2 saniyə. Onda bunların bürcü də fərqli olur. Əlbəttə, qardaş, əlbəttə. Bu şir bürcüdür, 12-yə qalmışdı oğlum. Bu da qız bürcüdür, kaprizli, basması falan. Biri işləmişdi oğlum. Mənim bürcümdəndir. Mənim bürcümdən. Atasına oxşayır. Qız bürcündən. Ya sən də qaz bürcüdür. Yəni, narahat olma, mən sənin qızını alacam. Gezi tezi var, alacam. Hə, sevir də uşaq. Sevirəm sənin qızını, sevirəm. Hadi sevirsən də bu alınan məsələ deyil, bu alınan məsələ deyil. Niyə, qardaş? Ay nətər bu bir dənə bədəndə 2 dənə başdır. Tutalım getdilər Zaksa. Ha Zaksdır. Din. Flankəs oba flankəs. Flankəsə ərə getmən razısan. Qızım dedi bəli. Mən də deyirəm hə. Sözü dindi. Sən dedin hə, o dedi yox. Mən dedim yox. Ay sağ nətər olacaq? Mən hə deyirəm. O Mən deyir yox yox. deyirəm. Sən qələt edirsən. Qala sən edirsən. Alacam mən qızı. Almayasan sən. Alacam mən qızı. Almayasan sən. Sən nəşin ağam, mən hə deyirəm, mən bunu beni İndi yiyəcəm. gör mən sənə deyirəm. Tutalım toy gedir. Gəlin də fatanı atıb belə. İndi deyirlər ki, bəy çıxartsın fatanı, gəlinin alnından yüngül var, mas eləsin. Hə? Qaldırdınız. Kim öpəcək? Mən. Bəs bu? Əmi bu alnını öpür, mənə də qulaq düşür də onunla. Mən də qulağını öpəcəm, ona görə evlənmək istəmirəm. Aşı qulağı da qoydu. Mən alnından öptüm, çəkiləcəm, bu alnından öpüləcək. Ondan mən o qulağından öpürəm. Öpməyəcək, yox. O nətər olur, Uzaq başı ola bilər, bu qulağından öpər, mən də bu birisi qulağından öpər. Bilmirəm ki, öpəcəyik də, sən öpməkdən narahat olma. Aşı yaxşı. Əmi, öpüş işini mənə buraxsan. Nə içinirsən? Nədən öpəcəksən? Qəşəng Mən sənin yanında Əmi, gəlsən, gəl. Gəldim. Gəldi. Sən bu fatanı açdıq. Bəli. Nətər eləyək? Nətər eləyək? Hansı öpüm indi mən? Yox, sən gəldi. Öpdüm. Ara bu da. Yox, mən evlənmək istəmirəm. Yəni Aşı baba tutalım toyda tort verdilər, hə? Tortdur.
Gəlinimiz tortu kəsdi, qoydu qaşığa. Onu kimin ağzına qoysun tortu? Mənim olsa bunun şəkəri var. Bu. Mən bu tort yemirim, mən yeyəcəm. Mən tort, mən şəkərəm, mənim ağzım quruyur tez-tez. Bu şəkəri Şəkərə su içirəm, mən şəkərəm. Amma narahat olun, meyvəli tort olanda yeyir. Yox, yeməyəcəm mən Yeyəcək. tort. Evlənməyəcəm mən. Şəkər olsa da özünü saxlayamır, yeyəcək. Yeməyəcəm mən tort. Əmi, sən narahat olma, sən qızı ver mənlikdir. Nə tər, vermə əmi, vermə. Mən evlənmirəm. Versən, neysən əmi? Şimdi bir dəqiqə, belə şey yoxdur. Belə şey olar oğlum. Yekə kişisiniz. Niyə seni qızda qalıb evdə verə para? Ay qardaş, siz qızı... Neysən o qızı? Xeyr, duasını verin. Mənə lazımdır, ver bizə də. Biz qalan... Neysən o qızı? Aşı o razı. Hadi evdə qalıb xarab olacaq, ver bizə. Mənə bax, əmi, ağlın olsun, ver bizə. Özə mənə bax, aslas da ötü mən tərəfə. Sən narahat ol, mən ona bir yastığa baş qoyacam. Bu qoymasa da mən qoyacam. Nə deyirsən? Yox, qoya bilməm, mən üzümü çorub yatacağım onunla. Mən nə bəlaya düşüm. Ay valla, gəl onda berilə, tələsməyin də. Bu qız almaq, meyvə almağa gəlməmisiniz ki. Yox, qız almağa Gedin evə, gedin evə. Sizin papağınız var. Məndə var, bunda yoxdur. Səndə yoxdur? Məndə yoxdur papaq. Bir dənə bədəndə 2 dənə baş, bir dənə papaqları var. Bir dənə başım var, 150 də papaq alıb qoyacam evə. Gedin evə papağı qoyun qabağınıza, oturun fikirləşin. Fikirləşin, qərar verin. İkiniz də razılığa gəlin. Razılığa gəlsin, gəlin alın. Gördün? Gördün? Bax, sağ görədir. Mən zaten, mən lazımdır. Dur, mən lazımdır. Nə dırdır? İlk məlumatdır da. Həm də gəlib götürəcəm mən onu. Bu razılaşmasa gəlmə. Gəlib alacam mən sana. Yox, gəlmə, bu razılaşmasa. Gördün sağ görə problem. Hadi sağ görə. Mən nə vaxt evlənəcəm mən? Nə vaxt evlənəcəm? Predo'nun tuman bezlərinin istifadəsi çox sadədir. Rahat geyinilir, belə tam oturur. İstifadədən sonra hər iki tərəfdən asan aç, qatla və at. Analar gülsün, balalar xoşbəxt böyüsün. Bu nədir? Çikonun qara ildırım tumları. Çikonun qara ildırım tumları. Ölürəm də mən də bu tumlar üçün. Mənə bax. Deyirsən qardaşın arvadı nə deyir? Bəs nə oldu? Qeybət eləmək istəmirdin? Ay qız, Çikonun qara ildırım tumları olandan sonra şəhərə qədər sənə qulaq asaram. Təki tumum olsun. Anla. Nə dedim? Salam aleyküm. Salam aleyküm. Qardaşlarım evlə xoş gəlmişsiniz. Çox sağ olun. Deməli qardaş oğlum, mənim 4 mərtəbəli ofisim var. İstəyirəm onun 1-ci mərtəbəsini uşaq bağçası edeyim. Qardaşlar mebildə uşaq bağçası üçün hər bir şey var. Buyurun. Uşaq bağçası üçün mebellər, tədris stolları və məktəb partaları. Müəllim, bu bizim dolablarımız, rəng-bərəng. Ofis üçün kreslolar, akt zalı üçün oturacaqlar, modul tipli dörtlü işçi masalarımız, ofis üçün mebellər. Ha, belə kresloda oturub, işləməyəsən nə eləyərsən? Bəli. Göndərin gəlsin. Müəllim, biz Amerikaya da mebel göndərik. Hara göndərək? Ünvan deyəcəm. Bax, divar kağızlarımız da gəldi. Atan evin bütün divar kağızlarını dəyişəcək. Özdə hamısı divar kağızları Mister Dekordan. Ay ana, nə gözəldilər. Mister Dekor divar kağızları Ağdamın Sənaye Parkında istehsal olunur. Bax, gör necə gözəl çeşidləri var. Çox gözəldir. Qonaq otağı üçün, yataq otağı üçün, mətbəx üçün, dəhliz üçün, uşaq otağı üçün, hər cürə. Bəlkə biz də evimizin aboylarını dəyişək. Get başla təmirə. Aton aboyları Mister Dekordan göndərəcək. Əla. Yaxşı, xeyli. Sən mənə bura nə etmirsən? Gəl keçək Brent House-a deyəcəm. Brent House mağazalar şəbəkəsi 2014-cü ildən etibarən müştərilərə xidmət göstərən güvənli alış-verişin ünvanıdır. Mağazalarımızda yerli Moda brend markasının uşaq, kişi və qadın geyim kolleksiyaları təqdim olunur. Geniş seçim imkanı ilə yanaşı, seçilmiş məhsullara 50%-dək endirimlər də mövcuddur. Ay qonşu, əli basarlığı hardan belə? Ay bacı, ovanın məhsullarına evi doldururam, hər alış-verişə görə hədiyyə qazanıram. Oktyabr ayının 30-na kimi. Obada hər 20 manat alış-verişə görə bir hədiyyə qazanmaq şansı əldə edirsən. iPhone 16, iPad, soyuducu, televizor, iri xırdalı 38-ə yaxın hədiyyə var. Doğrudan, gedin mən də qoşulma. Necə qoşulmaq olar ona? Çox sadə, ay bacı. Ovanın mobil təşkilatını telefonda yükləyirsən, alış-verişin ədəbiyyatını skan edirsən, yarışda iştirak edirsən. Onda mən getdim. Ay bacı, mən bizə gəlmirdin. Şimdi deyirəm gedim obaya, əli dolu gəlim də sizə ay qonşu. Əli boş qonşu ev olar. Heç də gözləyirik.
Ay kız dayan. Ayaklarım kırıldı. Ay, bu kadar oynuyoruz. Bu diskotekaya bir de adam girmir. Niye ya kız? Müdüriyət deyib oynayın ki, içəri girən olsa görsün ki, canlanma var da. Ne kadar oynamak olar? O gün benim oğlun toyuydu hiç. Orada bu kadar oynamadım. Cam adam coffee shoplarda da ay baca. Düzdür. Belə getsə baxacam da. Görsəm adam zad yoxdur. Gel Kütaydan maşın vurub gətirib satacaq. Ay sağ ol. Əla fikirdir. Hə, qardaş oğlu. Bizim nə yaman şuluq yerə gəldimi sana? Sana dedim ki, gedək bulvarda oturaq şəqaldan çayımızı içək, çıxaq gedək də. Bizim burada nə işimiz var? Hə? Abi elə dersən, o şakalatla çay həmişə var da. Bunlara bax. Bugün bunları götürmədim qaçsalam. Ay, mən gəlib bu bazarda səni tezlənlə 58 yeşik karolok satmışam. 2 yeşik karolokum qalıb. Onu da səhər əridib mən rayona gedəsiyəm. Mən burada nə işim var? Dayan abi, sen de istirahat eləmək vaxtında la. Və bizim də həyatımızda biraz dəyişiklik olsun. Nə qəşəng qızlar da bunlara. Dəyişiklik olsun. Hayda, bunlara bak, böyle bakır adama, ona bak. Qardaş oğlu. 4 defardılar, buna bak. Hə, 4-4, 2-dir. O gözü düzəltdir da sən. Görlər deyirəm. Dersən, o karalokun pulunu dağıdın bunlara. Hı? Bir dəfə elədi lan bunu, bir dəfə. Bir dəfə istirahat eləmək lazım değil mi, yoksa yok. Gəl, sən əmini tanımırsan. Ay, mən bürlərim buranın gölünə arayam. Gəl əminin yanına. Ay, buradayam, ay. Səsimə gəl. Gölünə deyirəm. Özə saat deyil. Eşitsən? Ay, qardaş oğlum. Ha, eşitdim. Yanıma gəl. Saat deyim. Bax, o qaraşın var ha. Qaraşın əmindir. Bax, qabaqda deyirəm. Tabi gəl o şey... Buradakı? Qardaş. Buradakı? Ay, sən hara baxırsan deyirəm, deyir belə. Belə bax şuna. Hə. O qaraşın var ha. O qaraşın əmi bala söhbətin qutaraq burada. Bugün biz burada dost olaq. Əmi qaldı qazelin yanında. Ay sağ ol. Diskotekaya girdik, yolluq dost. Yaxşı mı? Yaxşı, darışdı, yaxşı. O qaraşın var ha. Hə. Canımsın o qaraşın qardaş oğlu. Hə. Karalok deyir, karalok. Özə bir sən nə tanı karalok. Onu heç, o çəçələ barmağıyla belə yüngülvarı çərtib baxmaq lazımdır ya. Elə mi? Onu ye. Bir dənə saplağı qalsın. Elə mi? Hələ. Hı? Eşitdim də abi. Hı? Eşitdim də abi, eşitdim. Hı? Abi, mənimkinə tərdəmi? Bildiyin. Belə. Bildiyin xirnik deyil, xirnik. Ağaçda bir dənə görsən belə sallanır, adamın nəfsi keçirir. Sulumulu belə. Belə dərsən onu. Belə qəşəng qaşığı götürəsən, onu qaşıqlıya yeyərsən. Ay Yaji, canım üçün bugün burada dağıdacağım. Bugündən tərəf xərcli olacaq burada, darıxma. Bugün kef eləyəcək. Eləyəcək. Sağ ol. Ha, qoy görüm. Xoş gəlmisiniz. Müəllim, nəzərinizə çatdırım ki, bu əyləşdiyiniz yerdə depozit var. Nətən? Ha, bu yandadır, ha. Depozit nədir qardaş? Başa çıxma. Müəllim, buradayım. Bu tərəfdəyim. Depozit. Hə, başa çıxma. Depozit nədir qardaş? Gəl hələ sənin gözün zətənə. Nə var dedin? Depoziti var da müəllim.
Parazit var ha. Deyir buranın qurtması. Ben dur gedir. Depozitdir, depozit. Hə, ay sağ ol, depozit bəli. Elə bir şey, bura bir bəlli bir məbləğ qoyurlar. O məbləğin içində yev içirsən, başa düşdün? Yedin, yemədin ki, pulu verməlisən, məsələn. Sən narahat olma, pulla, zalla narahat olma. Mənim pulum var, buna bax. Buna bax, pula bax. Sapacan sahib tutarmaq olmur, bunu. Sən bizə yaxşı qulluq elə, yaxşı. Ondan sonra qızlara denən ki, bizim masaya gəlsinlər, denən sizi dəvət edirlər. Ay, siz... Elə, mən sizi dəzən karoloku yaxşı satırsınız, yaxşı pul olur. Hə, get dəvət edirlər. Deyirəm ki, gəlib burada otursunlar, elə mi? Denən ki, sən dəvət edirlər. Yaxşı. Kızlar, eşitirsiniz? Bunlar var ha, oturanlar. Bunları deyir ki, kızları getir bizim masaya, gedirsiniz. Gel. Qardaş oğlu gəlirlər. Gəlirlər, mən danışdım, həll edirəm. Xoş istirahət. Salam. Salam eləşir, salam eləşir, salam eləşir, salam eləşir. Salam eləşir, salam eləşir, salam eləşir. Siz necəsiniz xanım, nə var? Yaxşırız, yaxşırız. Hə, qardır. İki nəfərdir. Salam verəşim xanımlar. Salam. Bizə dedilər ki, bu masada darıxan 2 nəfər var. Bizi deyir. İlişirdən bizə elə bir zarafat taşıyırdan bizdə, başa düşdün? Bizdə zarafat taşıyır. Darıxmaq nədir? Mən bildiyim lalıqlayıram. Nə qəribə sözlər çıxır sizdən, lalıqlamaq. Məzəli, biz məzəli oğlanlar, məzəli oğlanlar. Gəlin, əyləşin. Qoy əyləşsinlər. Harda əyləşək? Gəlin, bax burada, rahat əyləş. Siz. Əyləşim də mən də. Buradayım. Biz heç tanış olmadıq. Olacaq deyil, olaq. Mənim adım Səadətdir. Qısaca hamı mənə Sayqa deyir. Sayqa deyir. Ayqa deyir, Ayqa. Ayqa nədir? Əmin, Sayqa deyir, Sayqa. 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 Qayqa? Sayqa. Sayqa. Elə bir Səadətdir, Sayqa. Qısadıb da, Hə, Sayqa. Ha, sağ ol. Hə, babam var deyim də. Mənim də adım Fidandır, Fidaşqa deyirlər. Fidaşqa. Fidaşqa deyir, hə. Sana deyim canım üçün, sən Fidaşqa dörsəni. Sən bildiğin pistaşkasan, pistaşka. Ağzına bak, dodaklarına bak. Bildiğin pistaşka değil, partlayayım. Bak böyle partlayayım. Götür oradan fıstığı rahat ye. Benim adım Daşkındır. Ha. Daşa deyirlər, ne bileyim. Daşı deyirlər. Ne tər dilinizə uyğunsa, elə də çağıra bilərsin. Daşa yaxşıdır. Əmin də adı məhəbbətdir. Məhəbbətdir mən. İndi möhü deyə bilərsiniz. Möhü. Məhi də deyə bilərsiniz. Məhəbbətdir deyə bilərsiniz. Məsələn, dilinizə nə tər uyğunsa elə də deyil. Biz belə məzəliyik. Sizin əminizin adı Məhəbbətdir. Görəsən məhəbbət doludur əminiz. Mənim Fidaşka, Fistaşka. Mənim elə adım da məhəbbətdir. Daxilim də məhəbbətdir, xaricim də məhəbbətdir. Dırnaqdan təpəmə kimi bax məhəbbət doluyam, mən. Nə gözəl. Məhəbbət doludur, məhəbbət dolu. Nəsə sifariş verək də. Sifariş verək. Ay oğul. Bəli, müəllim, bəli. Salam. Buyurun. Bizə yana deyirəm, bizə bax. Baxıram. Bayaqdan dəlib oradan baxıram. Puldan narahat olma, bizə bax. Sən şeylər, sən bizə xalorunu ver, xalorunu. Yaxşı xalorunu ver, pərpət önünü uzatdı, eşsən. Xiyarı, pomidoru, yaxşı turp ver, turp. Göy soğanı doğra xırda, pendirlə qat. Çoban salat elə. Xalorunu ver, sonra adama bir şiş lülə versin. Versinlər. Sonra tikə ver, dalıca qırtsın. Amma fasilə vermək. Hava girməsin, eşsən, hava girdi ki, yemmiş. Bura klubdur. Yəni burada özünün mətbəxi var. Xüsusi salatlarımız var, içkilərimiz var. Avropa mətbəxi.
Ha sen ben bura gelende sen ben dediğim böyle yemek yoktu. Hı? Ay müəllim, hı eləmin də qorxuram. Ya dediğim böyle yemekler yoktu. Bildim də müəllim, bildim. Dedin. Hadi başım bedel ağrıyın la. Yenə dəqiq nişan alır. Git çarık çarık çarık. Dokun çatır üznedir. Hə, buyur müəllim. Buyurun. Gel sen yanımızda kızlarma ne perdeli gel bunu. Yox, müəllim, mən olan deyirəm. Deyirəm ki, yəni bizdə Avropa mətbəxində oradan Ha baxın. Avrupa nerede? Ben burada gelende sen ben dediğin yemek yoktu. Hı? Mən bilmədim axı siz yemək yeməyəsiniz. Yemek ver bize. Yemək menyudan seçə bilərsiniz müəllim. Bir şey deyim, heç narahat olmayın. Mən indi hamımızın yerinə sifariş verərəm. Gətir bu. Menyunu ver görüm. Yeməklər olan yer burası. Ay, baxın Gör bir dolma var, dolma olma. denen, dolma ortaya. Deməli bizə verirsən bir dənə Meksikan taco salatı, Meksikan taco, keto salatı, xorvat salatı. xorvat krevetkalı. Aha. Bir də ponzu sosda qızardılmış qızıl balıq. Brazilian saslarını saydı bu. Bunları gətirin. Üzr istəyirəm, içməyə nə olacaq? İçməyə qoy mən neyim, içsən? Bəli. 4 tane ayran ver, buz kimi. 4 tane ayran. Gətir baxım. Elə xiyarı hiss olunca xırdaxını var, yekə doğru. Mənim olmur da elə şeylər bizdə. Nətər olmur? Mənim yoxdur da. Ben bura gələndə sən mən dedin. Hı? Ay mənim bir dənə o hını eləməyin də xahiş edirəm. Hı? Hele mele yakıtırmışım ha. Əsəbləşməyin, içkiləri də mən deyərəm. Gətirin Sən baxım. durdun durmadın, olsa düz getmirsən ki. Gətir Bir də baxım. içkiləri də deyil xanım, bunlar başa salın da bunu. Deməli içkilərdən canım mənim. Budur, bu, bir də bu. Oldu. Ha. Müəllim, bir də ortaya sizə gözəl meyvə tabağı verinmi? Qəşəng meyvə tabaqları. Meşəbəyinə odun verərlər. Meyvə içindən gəlmişik. Sən bilmirsən, mən meyvə işlə baxıram. Hı? Meyvə lazımdır. Ye. Göbək salam. Gətirirəm bu dəqiqə. Gətirirəm. Oldu. Xoş istirahət. İndi bu yemək gələncə siz mənə bir sualıma cavab verin. Hədiyyə xoşlayırsınızmı? Əlbəttə. Hədiyyə kim xoşlanır? Ay nə gözəl, nə gözəl. İndi mən sizə 2 dənə hədiyyəm var. Amma bir sual da verim. Narıncını seçirsiniz, yoxsa biraz ahtər? Kız deyəm, bu deyəsən biz dediyimizi hədiyyə eləyəcək bizə. Narıncı. Narıncı təbii ki. Necə gözəl siz bizi ilk görüşdən hədiyyə ateşinə tutursunuz. Gör, qardaş oğlu. Gedin maşından 2 dənə narıncını götürə verin burada. Puy. Nasıl dişte kalmasın? Deyirəm götür ver dənə, yox, saat alacağım. Götür. Ay kız, inanmıram. İnanmıram. Narıncı. İndi eşidirsən. 2 dənə rəfiqəm o günləri story paylaşmışdılar. Aranjıvı güllərin yanına qoyub çəkirdilər ki, Bakıda birinci bizdədir. İndi mən də çəkəcəm, paylaşacağım. Deyəcəm almışdım. Hədiyyə etmişdilər, yadımdan çıxmışdı paylaşmaq. Özə gör nə deyirəm. İçində nömrə də verəcəm, nömrə. Hər ildə onun tədəsi çıxsa, hər il göndərəcəm. Hər il tədəsini göndərəcəm. Tədəsini göndərəcəm. Canım mənim, çox yaxşısınız axı siz. Çox sağ olun. Narıncığın bir nura ver. Bu da sizin hanım. Ha oradadır. Ha bu da sizin hanım. Bak o senin narıncın. Bu da senin narıncın. Nuş canınız olsun. Çəkib paylaşarsan. Cəmaata narıncı rəngində iPhone gəlir. Bizə də karalyok gəlir. Bu yerə belə karalokdur. Danışır dayanmı? Ne bileyim? Neysə də, boş oturmayaq da, bəlkə rəqs eləyək. Eləyək də. Gərginləşdim. Keyfimizi pozmayaq da, düzdəmə. Конечно. Elə mi? Oynayaq. Ha, oynayaq da davay duram. Gecək, zıcıqay. Mənim mahnımı da.
Ha yoruldum ya. Gel bak lan. Gəlmişək. Ha kardeş ol. Öldürdün beni. Mən buradayam, cavan oğlan. Yok. Bu haber eləmirsən. Gel hele karakın pulunu onun gözüne vuracağım. Geleceğim onun gözüne. Götürün. Tanışdığımızın şərəfinə içək. Ne var? Şad oldum. Biz de şad olduk. Ben de şad oldum. Burada kurtardık he biz. Hamı burada kurtardı. Öyle mi? He iç. Ben haber eləmişsem. Sizin sağlığınız. He. Canım için karakın pulunu dağılacağım bu gece. Beni kef edecek bugün, kef edecek. Bizə icazə versəydiniz bir dənə VC-yə dəyib gələrdik. Hala. VC-yə. Müsaade. Kadro kabız gelir. Bana çağırın gelsin. Nereden oldu çağırın? Ben de güleceğim. Bilsin der abi. Talete. Darıxmayın, gəlirik, tez gəlirik. Tez gelin. Bilsiz darıxmayın. Çok lalıklamak oynuyor. Aslında lalıklamaq deyil. Tez gelin ha. Hay kardeş oğlum. Ha. Sefer yanmayın. Canımsın. Deyirəm. Yaxşı gələcəklik buraya. Elə mi? Ne güzel oldu. Qəşəng deyirik, gülürük. Sana deyirəm ki, arada özümüzə də vaxt almaq lazımdır. Biz də dincəlməliyik də. Vah nədir? Qutardı, hər karalokda buradayıq. Elə mi? Gəldik Vasmoyun bazarı, malı dağıtdıq gecən burada. Mal orada dağılır, özümüz də burada. Müəllim, çox üzr istəyirəm. Bizdə elə bil ki, afisantların növbəsi dəyişilir. Ben bunu döyeceğim, canımsın bunu döyeceğim, bu döyeceğim. Müəllim, nə deyir? O mənim əlimdə qalacaq, bax deyirəm. Orada deyiləm, buradayam. Müəllim, afisantların növbəsi dəyişir. Elə o kassada bir dənə zəhmət olmuş. Siz ödənişi eləyərdiniz, növbəni bağlayardıq. He? Ödənişi deyirəm, eləyərdiniz bu sifarişlərinizin. Biz hələ yeyib üçün adam şot verir. He? Yeyib içən verir də müəllim. Bildim, nə qoyub, yeyək, tutaraq sonra şot verir də, ha? Biz növbə dəyişir də müəllim. Bir dənə siz ödənişini sonra rahat oturun yeməyin. Mən nə tələsəbləşdirəm, növbə dəyişəndə gəldim mənə dedin. İndi gəldim dedim də müəllim. Yaxşı da ver qardaş oğlan şotu versin. Ver sən canım, yığdınız məni boğaza bilinlərim, qoy istirahət eləyək də. Bağlayın biz də, mən də çıxıb getməliyəm də, növbəni təhvil Şotdan qorxuzu bizi. Növbəni təhvil verməliyəm. Sağ dedim, puldan narahat olun. Buradadır. 4 nəfərin şotunu gətirin, dən görün. Qardaş oğlan, gözün düzəldi elə bil. Əmi, sən dünən gəlirsən bura. Mən bütün gün sənlə bir yerdə duram. Bugün gəlib dəyirsən bura. Hara dəymişəm, səhərdən akşamdan bazarda döyürük sənlə Vasmoyun bazarında. Qardaş, biz də yemişik ki, 1200 marşot gəlir. Müəllim, Nə qədər? 1200 manat da müəllim. Bu diskotekaların arenda pulunu mən niyə verirəm qardaş? Mənim arenda pulu deyil. Sən mənə vermirsən ki, sən məndən o qədər pul istəyirsən. Mən sifariş vermişsiniz, nə demişsiniz, onları gətirin. Nə sifariş vermişəm? Almadı, xiyardı, pomidordu, bir salat vermişəm. Nədir bəlkə bilmirəm, alman qiyməti 800 manat olub, ha? Yox, müəllim, bilirsiniz. Bəli. Məni ağzımı açdırma. Geç şotu düzəlt. Mən sənə 100 manat pul verərəm. 100 manat da çoxdur. Yox. Çoxdur 100 manat. 100 manat şotdur, 2 manat da sənə çay qoy. Başqa heç nə. Müəllim, sizin xəbəriniz var. Orada sizin elə sifariş elədiyiniz içki var. Onu bax, bu bir bakal, bax, bu bir bakal. 350 manatdır. Bunun biri. Bu nə? 100 manat sizin içkiləriniz eləyir. Bir də 100 manat da o salatlar falan eləyir. 1200 manat müəllim. Bu nə işkidir ki, qardaş, min neçə manat pul eləyir? Bizim kənddə toy eləyirlər. Ən bahalı içki 28 manatdır, 750. Müəllim, bu elə belə içki deyil, bu fransız içkisidir. Bu dəqiqə sən Fransana deyəcəm, sənə də deyəcəm. Sənə deyim ki, get şotu düzəlt gətir. Müəllim, xahiş edirəm. Biz şəhət verməyəcəyik burada, vəssalam. O 100 manat da satıl. Müəllim, xahiş edirəm, problem yaratmayın, hesabı ödəyin. Yaratma, problem yaratsan görün, maliyətə problem yaradarsan.
Problem. Bununla böyle problem var. Hə? Bu özü problem. Bildimi onun problemindən mən ödəmirsiniz. Ödemirik. Beni Bak, deyirəm, evlendirme. Bu dakika gazeli hotlu vereceğim diskotekantine. Mən bax deyirəm başınız çox ağrıyacaq ha. Aa git böyün gelsin. Hım! Nə olar gözlüyüm burada. Seni şey burada. Görərsiniz. Seni burada. Görərsiniz indi. Demek kulak öyle. Görərsiniz. Mülküz var. Ne kadar sana mülküz var kızda? Hele bir 06 al lan bu. 1200 var. Saftan da dalaşmıram sen öl. Ağırca bak kimi dövmüşsən. Hüdeyin müəllim, bunlardır. Dələ duzluq edirlər, sifariş veriblər, gətirmişəm, pulu ödəməklə. Yaxşı edirik. Yaxşı edirlər. Yaxşı edirik. Görərsiniz. Sen öyle gel. Burada kim deyib şehirdən cəmli vermirəm? Ha? Ne derler bu? Deyirəm ki, burada kim deyib ki, mən ağıram, başlatamadı, gətirmədim, aşağıda vermirəm. Ha, moral değil, hiç de başa düşmürəm. Kardeş rap deyirsən kardeş. Ha, Təpəgöz. Burada kim deyib ki, mən şotu vermirəm? Kim deyib? De bu. De bu. Bu dedi. Kim deyib? Ayakta direnir ki, sen var arın da verir. Ağaçtı, zap veren. Ha, küçük adam. Sen o sen dedin. Kime dedin? Sen o sen dedin. Diğer atasana öyle. Lan beni satın yani. Satın öyle. Satın sana. Bana can kabiliyetin olsun ha. Sana satın. Annemem ben seni. Ha, çok iyi abi. Tırmanın başı. Ha, tırman. Atın. Kim deyib onu? Ben onayım, sen ben ahtak adamım, ben her şeyim benim. O deyib. O be. Götür onu. Götür onu. Götür onu. Kardeş burada nesine var başka Götür. verirsen. Vallahi ben açıkım bir tane. Kardeş bir tane. Kardeş. Geç buraya. He, kim deyib şotu vermirəm? Danış görüm ne mesele? Kulağa, hele olmadı. Ben Danış. sen de kulağa. Danış. Nasıl kardeş oğlum da koysunlar yere. Ay sağ ol. Değil mi? O getirdi şotu verdi. Ay sağ ol. Yani hele şot olmur. Daha 1200 manat şot var. Ha? Ha? Ha, o kızlarla yiyip içəndə sifariş verəndə fikirləşəydin. Pulu ver ha. Yok bildim verim benim ahit. Səs tonunu sal aşağı. Yok diskotek. Əlini sal aşağı. Elimi koydum cümbür. Pulu ver. Pulum yok. De benim o kadar pulum ne geldi sen bak şuradan. Ne kadar pulun var? Pul ne kadar değil? 734 var. Ay sağ ol. Hara deyirsən pulun hamısını. Ay kardeş görsən. Benim cəmi cümlətanı üstümdə bax bu kadar pulum var. Ver bura. Bir de gazelin açarı. Açarı da ver bura. Başka. Açarı da ver bura. Gedərsən kəndə qalan 466 manatı gətirərsən, qazələ götürüb apararsan. 2 günə pul gəldi. Gəlmədi, qazel getdi. Yaxşı? Zehirmar. Qoyun yerə onu. Başa düşdün nə dedim? Yok. Sen başa düşdün nə dedim? Başa düştüm. Gedən mühü başa sal. Baş. Yeri. Yaxşı. Geri. Gedirəm. Siz gedin gedəcəm. Çöplü sok. Gel ne? Yeter değil bilendim ben seni. Abi. Ne var acı? Ha canın azza kalacak. Sağ dedim bizim burada işimiz yok da çıkıp gedək de evimize işimize daha. O kalan pulu vermesen var ya. Ha. Senin gazelin battı. Battı. Ha. Ha ne ola? Onda gelen o karolok var ya. Ha. Bu karoloku senin belime şərləyib gələcəm bazara. Razısan? Ben ağardım şey. Sen ne kardın? Ha sen ne kardın dedin? Sana dedim. Kasa bırak. Yavaş. Komedixana davam edir. Keçid alırıq növbəti səhnəmizə. Növbəti səhnəmiz isə müasir psixoloq qəbulu. Alqışlarınızla. İşim gücüm qalıb, hamısı məni götürüb gətirmişəm psixoloqa, ki gedə psixoloqa. İş güc qalıb orada, tökülüb qalıb orada. Pul səpələnib yığan yoxdur. Yığan yoxdur psixolog. Gəlməliyik. Burada gəlməliyik. Niyə gəlmə? Mənim psixoloqdan nə itimazır? Nə itimazır? Deyir nə ehtimazı psixoloqda. Təzə çıxdı bu da psixoloq. Hər şeyin təzə nə çıxdı, bu ondan istifadə eləməlidir. Ondan istifadə eləməlidir. Sənin xəbərin var ki, bizim ailəmiz uçuruma gedir. Getsinlər, bəlkə uçurumda yaxşıdır.
Belə gördük ki, uçurum da yaxşıdır. Bizim ailəmiz dağılır. Sən nə mənlə maraqlanırsan, nə evlə maraqlanırsan, nə uşaqlarla maraqlanırsan. Sənin bizdən xəbərin yoxdur. Mən də fikirləşdim ki, bizə çarə eləsə psixoloq eləyəcək. Nətər ailə ilə maraqlanmır? Nətər ayda 4-5 min hara gedir? Hara gedir o 4-5 min? Ət deyəndə təcə ət almam, qoyun ətə ararlam, mal ətə ararlam, toyuq ətə ararlam, ciyər ararlam, bağırsaq ararlam və sair və elə axır balaca ətlər. Sən canın, elə ət almaqla... Uşaqların əti yeməkdən mırıllıyır, ne xəbəri var? O gün deyib dərs olub edim mırıl. Diş atır uşağın əti yeməkdən. Deyir ailənə bax, ailədə də ailə 4000-5000 xaçdadır, ailə susmalıdır. Sən inqilab elə orada ki, 4 sumat qazanıram mən. Alıb gətirməklə deyil ha. Ət aldı, pomidor aldı, xiyar aldı, kartof aldı, soğan aldı. Demək ki, hər şey yaxşı deyil bizdə. Elə bazarıq elib gətirməklə deyil ha. Bir münasibət də lazımdır, bir xoş davranış da lazımdır, bir-birimizlə ünsiyyət də lazımdır. Mən səni tapa bilmirəm ha. Əvvəllər yenə bilirdim ki, səhər gedirsən işə, axşam gəlirsən evə. Gedişim bəlli, gəlişim bəlli. İndi bilmirəm. Yatıram, gecə saat 1 dururam, əlimi bir eləyirəm, yoxdur. 2 olur, yoxdur. 3 olur, yoxdur. 9-da dururam ki, böyrümdədir. Nə vaxt gəlib girib ora xəbərim yoxdur. Zato gəllənmir. Bir var gəlməyim, bir var ki, gəllər. Sən nə istəmən, yıxıl yatlar. Ona görə də elə psixoloqa gəlmişik, bizə çarə eləsə o eləyəcək. Sən Allah, bəs də psixoloq, bu da təzə çıxıb psixoloqa. Bir şey olmamış psixoloqa qaçır. Nə olma? Ailədə problemə tır qaçdılar psixoloqa. Uşaqda problem var, tır qaçdılar psixoloqa. Futbolçular oynayan mı, tır tökülüşlərə getər psixoloqa. Bax, hər şeyi başa düşdüm. Bax, o psixoloqu gətirirlər, o futbolçular. Nə ehtiyac var ona? Bax, ürəklə oynamaq lazımdır. Bax, məsələn, Qarabağın oyunçulara psixoloq lazımdır. Amma Fənərbağçənin futbolçular 40 dənə psixoloqda xeyri yox. 40 dənə. İndi gətirmişəm bura, nə işim var mənim psixoloqda? Nəsə bilirlər ki, gətirirlər. Nəsə bilirlər. Həmişə, məni də həmişə ailədə söhbət olur, həmişə şey olur. Amma xilaskar kim idi qabaqda ailədə? Kim idi? Bibi. Bibi. Ailənin psixoloqu Bibi idi. Gələrdi, deyərdin ki, bir problem var. Karışdımı bir üstü belə bantikli, onun belə duflesi vardı bibilərin. Hamısında karışdımı üstü belə bantikli. Hamısında. Bibiləri ondan tanırlar ki, bu bibi. Gələrdi, deyərdi ki, əri də dinləyərdi, arvad da dinləyərdi. Deyərdi, nədir problem? Problem deyərdi ki, 2 kəlmə. Deyərdi, qızım var. Bugün sabah o qapıya elçi gələcəklər. Oturun yerinizdə, və sonra. Ailə getdi. Təsəvvür gəldi. Dur getir. Sən anladın geri. Otur görək. Hədən bir də gələcək. Mən düşmür. Biri də gələcək. O vaxt gəldim sənin dalanda təsəvvür gəldi də. Deyə düşmür mənə. Biri də gələcək. Elə düşmür də. Biri də gəlir. Psixoloq gəlir də az danışlar gəlir deyəsən. Salam. Salam Melek Mülya xanım. Salam Melek. Adamca psixoloqdur. Bu əri ilə dalaşıblar. Bunu bir nəfəs onda bax. Nə belə psixoloq olmur. Eşidər. Adamca belə psixoloq olmur. Eşidər. Bu günümü də arada sula. Buyurun dinləyirəm sizi. Mülya xanım, mən sizə yazmışdım telefonda. Yazdım, dedim ərimlə münasibətlərimiz korlanıb. Dediniz ki, gələrsiz üzbəüz ətraflı danışarıq. Həmin qadına. Buna görə korlanır, mənə görə hər şey qaydasındadır. Bəli. Mən yadıma düşdü xanım. Mən bu. Yox, xanımın dedikləri. Xanım, deyirəm, mən də. Ayda. Nə olur? Heç nə. Gəlin və olmuşsun, tək gəldim. Göstərəcəyik. Xanım, üzr istəyirəm, mən bir psixoloq kimi ilk öncə mənə maraqlı olan bir sualı sizdən öyrənməliyəm. Sizin həyat yoldaşınızın qazancı nə qədərdir? Yox. Hamısı məni itirəsən, özün bil. Məni itirəsən, özün bil. Niyə? Qazancı soruşur da ana. Mən demişəm əvvəldən, mən bir kəpənəyəm. Məni kim tutdu. Mən əvvəl gündən demişəm. Kəpənəyin də ömrü çox olmur, özün bil. Bəli xanım, buyurun. Xanım, qazancı pis deyil. Yəni ki, yaxşı dolandırır, alır, gətirir. Yəni qazancımız, dolanışığımız pis deyil. Xaçlayanam. Nə olsun? Varsa xaçlayıram. Çox gözəl. Ülviyə xanım, alıb gətirib yedirtməklə deyil ha. Elə məsələ onunla qutarmıram. Məsələ bazarlıqla qutarmıram. Quş da quşduğu ilə yuvasından uçur, gedir cücüdən, qurtdan, zatdan tapır, gətirir, atır balalarının ağzına. Qarınları doydu mu? Nə olsun? Sonra götürür dişi quşunu, vurur qoltuğuna,
yuvalarında başladılar cükkülləşməyə. Hülya xanım, biraz səmimiyyətindən istifadə edib Ulya deyə bilərəmmi sizə? Bəli, deyə bilərsiniz. Uliçka. Aycan. Söhbət, mən inandırım sizə, mən iş gücü adamım. Bəli. Gördüm, mən qalışdıq, bu çıxmır məndə. Mən demək ki, günün 13-14 saatını uçuram. Aha. Ora uçuram, bunu uçuram, işlə əlaqədar ona qonuram, buna qonuram, iş keçsin. Bəli, O budağa qonuram, bu budağa qonuram, o budaqla maraqlanıram, bu budaqla mən budaq gəzib aləmi dolandırım. Bəli. Gəlimizi deyir ki, bu kuş elə getdi, kuş belə getdi. Yo, inanıram, qonmağa yaxşısa. Bəli, Amma bəli. vaxtı sən qondun ma. Bəli. Necə də raqatka ilə vurdum getmədi. Mən belə başa düşdüm ki, mən bir psixoloq kimi belə bir qənaətə gəldim ki, xanım, siz öz həyat yoldaşınızın həyatında başqa bir qadının olmağından şübhələnirsiniz. Düzü belə düşünürsünüz? Şübhələnirəm, yox. Şübhələnmək başqa şeydir. Mən bir şey ürəyimə damıbsa, ağlıma gəlibsə, o şey %100. Sübut, sübut, sübut. %100! Mən sübut, mən belə deyirəm, mən sübut. Deyirəm ki, bu broşka kimindir? Broşkanı getiriyor ki. Saçı getir, sübut yoxsa mən təmizəm. Sən sübut saxlayarsan. Mən təmizəm mən. Yox, aydındır artıq mənə. Mən belə bir fikir səsləndirmək istəyirəm. Xanım, açıq danışaq da sizinlə. Danışın da, nə qalıb ki, hər şey danışdıq. Pul qazanan bir kişinin, Elədir ki, bu? pul qazanmaqda potensialı olan bir kişinin, biznesini günü-gündən artıran bir kişinin, xanım, sıxma boğulmaya salmaq olmaz. Öpürəm səni. Öpürəm səni. Sıxma, mən nəfəs alamıram evdə. Mən iş adamıyım, məni boğub öldürür bu. Mən sərbəst olmalıyım, mən cəzayar olmalıyım mən. Mən xaricləri gəzməliyəm, görməliyəm, bilməliyəm ki, nə almaq lazım, nə şeyim. Mən iş qurmalıyım, qoyun mən işi qurub. Ailəmi qurub oturmuşuq. Ailə qurban, özünü işdə qurban lazım. Nə vaxt boğdum mən səni? Burada nə vaxt boğmuşam səni? Boğur mən. Haçan boğdum səni? Xanım, mən bir şey deyim sizə. Uğur qazanan, işində zirvələrə yüksələn bir kişinin həyatında hökmən ikinci bir qadın olmalıdır. Varam səninlə, sən mənim adamsan. Sən mənim adamsan. Sən əlbəttə. Oxumuş qadındır. Sana deyim, bu neçə ildə oxumusunuz? 12 il təhsilim var, axırda da Harvardda oxumuşam. Harvardda apartırlar, orada basıb bağladın. 12 il mənim xoşuma gəldi. Bax budur. Bəli. Mən deyirəm, siz psixolog deyilsiniz. Siz kişiologsuz. Bəli. Siz kişilərin dərinliyinə getmişsiniz. Halal olsun. Mən heyf geç tanıdım sizi. Bəli, əlbəttə. Əlbəttə o olmalıdır, o həyəcan olmalıdır. Nə qədər bizdesən, həyəcan bizdesən olur. Olmadı bizdesən. Nə bax, deyirsən səni sıxma boğmaya salıram. 24 saatın, 4 saatın evdə olursan, 20 saatın çöldə. 4 saata mən səni nə sıxma boğmaya salım. Bax, Uliska xanım, danışır mən də danışır. Deyir ki, 24, bir dənə olur. 24-7 atırma. 24 saatın sən, 20 saatın çöldəsən, 4 saat. Bax, 4 saatım mən evdə oluram. Nə olur ki, güya? Nə maraqlı olur ki, həyatım nə qədər maraqlı olur ki. Bax, bir dəfə mən biraz prinsipial adamım. Gələcəkdə məni görəsiniz. Mən 24 saatın, bir dəfə 4 saatın işdə oldum, 20 saatın evdə. Dedim, görüm nə olur da, evdə nə olur da. Çox maraqlıdır, nə olur? Bir dənə belə qara xallı, bunun bir finkası var. Aha. Bir dənə belə qara, bir qırmızı, bir dənə. Finkanı keçirdir, düşdü. Keçəcək mətbəxə, çaqırı, nəsə yuyur. Mən də gözləyirəm. 20 saatın getdi 4 saatı, çaqırı, keçdi o tarafa. Pışdış, nəsə tülüyür. Pışdış, qattalır qoyur, pışdış. 4 saatda belə getdi. Keçdi uşaqla, o uşağa deyir, uşağımın deyir, o uşağa deyir, uşağımın deyir. Arada mənim dədəm gedir, dədəmə söyləyir. Uşaqla spor var, ha? Bəli. Mənim dədəm ortada gedir. Özüm də dədəmə zəng vuram ki, gəlmə bizə, hər gün gələndir. Bəli. Bax, belə işlə güynə, təzdən qayıdacaq orada. Xırta, nəsə doğruyur, nəsə ki, xırta. 6 saat o qədər nəsə qazanla pişirir, edir. Axırda gəlir, kartof qızartması çıxır orada. Bu 6 saatı nə mətbəxdə?
Bax belə əti qovurur, onu götürür, bunu götürür. Bunu oradan qatırır ki, yandı, tutdu balkona, qoyurdu, gəldi, bu yandı. Mən açıq deyim, mən hələ yadıma gəlib ki, evdə nə vaxt yemək yemişəm. Yox, bunlar hamısı önəmli faktorlardır. Ay xanım, nə faktoru? Bunu mən 4 saat evdə tapırdım, indi ecə o da gəlməyəcək. Niyə gəlmirəm? Mən həmişə evə gəlirim. Yolum düşdüsə gəlirəm. Özünüz bizi tıxarsınız, Bakı bu dəqiqə tıxarsınız. Gəlib gedir şeylə. Əgər görürəm ki, iş oradan gəldi, dəyərəm evə, düşür çıxır. Bəli. Mən başqa nə edirəm mən? Baxın, xanım, siz mənim dediklərimlə razılaşmayacaqsınız, amma mən sizə reallığı deyirəm. Baxın, siz əgər ailənizin uzun müddətli olmağını istəyirsinizsə, ailənizin uzun ömürlü olmağını istəyirsinizsə, şad, xürrəm yaşamaq istəyirsinizsə... Bizdə şad yoxdur, xürrəm var bizdə. Aha, siz icazə verməlisiniz həyat yoldaşınızın həyatında ikinci, üçüncü, dördüncü xanım olsun. Öpürəm mən səni, mən adamım səni. Bəli, mən hətta deyərdim, 6-cı xanıma da icazə verin. Mən deyirəm ki, limit qoymayaq. Bəli. Limit olmasın, limited edition, bildin? Yəni, limited edition, yəni... Nəysə də, Sənət varsa yaşa! Yəni, mən bunu deyirəm, boşu salamıram mən, limit qoymayaq, xaşəm. Psikolog kimi çox xoşuma gəlirsiniz. Siz mənim adamsınız, bax, belə psikolog, sən mənə desin, mən çoxdan gələrdim bu, çox maraqlı psikologdur. Bəli. Mən sadəcə bu psikolog kimi bunu dağıtmadığı ailə yoxdur bəlkə də. Həyat yoldaşınız biri ilə mesajlaşır, biri ilə yazışır, biri ilə şam yeməyinə çıxır, biri ilə Hansı iş görüşmə, hansı adın iş görüşməz, bəli. Bəli, və sizin həyat yoldaşınızın həyatı çox maraqlı keçir, çox xoşbəxt olur və o gecə evə gələndə də xoşbəxt gəlir, gülərüz gəlir. Başa düşdünüz? Başa düşmürüm. Deyirəm, başa salamıram, başa düşmürüm. Gəlin, baxın, belə bir şey deyim də sizə. Çox güzel maraqlısınız. Keçmişə nəzər salaq. Keçmişə nəzər salaq. Əvvəllər necə deyirdilər, yadınızdadır da, yəni dədə-babalarımız deyirdi, filan kəsin ögey bacısıdır. Bəli. Filan kəsin ögey qardaşıdır. Bəli. Yəni, kişinin həyatında ikinci qadının olmağı bizim dədə-babalarımızdan gəlib. Ay, atan rəhmətli, atan. Bax, qoyun, şəxsən, bax, indiki çox arvadlar, qoymurlar ki, biz dədə-babalarımızın adətlərini yaşadaq. Qoymurlar ki, deyirlər, bizim adətlər, hanı qoymur yaşadaq. Qoymur yaşayabilir, adətlər qalır. Elə ancaq Novruzda ocağın üstə tullanır, vəssalam. Mənim babamın da əslində 2 arvad olub. Özdə ki, yəni bir-birlərindən də xəbəri vardı ha. O da bilirdi ki, o arvadıdır, bu da bilirdi ki, bu arvadıdır. Yəni, nə hepsidir onu? Baxmırdı mı? Baxırdı. Məmnun baxmıyordum, öyle qəşəng baxacağım. Özdə, bax, həmən o kişilər var, 3-4 tane olan kişilər var. Bax, onlar öləndə xalçanın üstündə onların şəklini sərdirar. Altdan da xəncərin. Gəlib gedənə deyir ki, vurub tutan kişi olub, bu. Bunun 3-4 tane arvadı olub, bu. İndi o kişilər var ha, bir dənə həyat yoldaşından ölən kişilər var. Heç onların şəkili də yoxdur. Pıs yoxa çıxırlar. Razıyam. Toz oluruq biz. Telefonunda bax, mənim şəkilim varmı? Varım mənim şəkilim. Telefonun şeyinə bir şəkil qoy. Qaranlıqdan bəbir çıxır. Elə qoy, qaranlıqdan ərin çıxsın da orada. Belə bəbir çıxsın. Sən bir qoy, mən çıxım, gör ərin bəbirdir, yoxsa yox. Səni tapa bilirəm, şəklimi çəkir. Sən Allah yaxşı. Tapan tapır. Niyə o qədər mənim şəklimi çəkir? Tapan tapır. Mənə axtarıb tapmaq lazımdır. Mən göbələk kimi bir şeyim, mənə tapmaq lazımdır. Axtarıb tapmaq lazımdır, bəli. Aha, başa düşdüm mən sizi. Xanım... Mən də belə fikirləşirəm ki, onda, əgər siz deyirsinizsə ki, bunun həyatında ikinci, üçüncü qadın olarsa, bunun günü xoş keçəcək, əhvalı yaxşı olacaq. Təbii ki. Yəni, ona görə də yaxşı işləyəcək, daha çox pul qazanacaq, daha çox gəlir gətirəcək evə. Sən mənə meydan ver, sən mənə meydan ver, dur qırağa. O deyirlər, qədimi kişilər, o kişilərə meydan verildi, bizə verilmədi. Onda məcburən göz yummalıyam. Niyə? Çünki nəsildə bir dənə işləyib qazanan budur. Bütün nəslə bu baxır. Bu işləməsə elə bil ki, nəsil qırıldı. Şərait yarırsan mı, ha? Məcburən, nağayırım. Hadi yersin, ha? Sən də yaratsan şərait. Nağayırım, amma dolandırasan ha hamımızı.
Oy, narahat olma, sən narahat olma. Amma demədi, harda qaldın? O söhbətlər yığışıldı. Nə lazımdır qohumuma, əqrabama, hamıya, mamamgilə, əmgilə, xalamgilə, kimə nə lazımdır yatıb alıb gətirsin. Qışı gözdə sabitəmə şuban hazırdır. Qışı göz. Görün mən buna nətər baxacam. Buna ayrı baxacam, ayrı baxacam. Görə deyəcəm sana. Bəli. Saat artıq 1-dir. Ona görə mən getməliyəm. Son dəfə sizə deyim ki, yəni həyat yoldaşınızı baxın, sıxma, boğmaya salmayın. Bu fikirlərdə də qalın. Sizdə də travmalar görürəm mən. Məndə travma çox. Ən böyük travma budur. Elə bilirəm ki, kamaz dəyirmə. Bax, elə bax. Elə travmalar mənim. Gələrsiz yanıma tək, mən sizi seanslar keçib, sizi o travmalardan azad edəcəm. Oldu mu? Sağ olun. Sağ olun. Baba, buna neçə verdin? 150. 3 dənə sarı. Nə fərq var 3 sarı? Bir 100-lük, bir 50-lik. Nə fərq var? 150 də. Bir var 3 dənə pul gedir, bir var 2 dənə pul gedir. Bunun fikirləri ilə razılaşdım. Mən də bunu danışdırdım ki, sən də biləsən də. Sən bunun fikirləri ilə razılaşdın. Psixologdan nəsə deyirsə, deməli bilir də nəsə deyir. İndi mən o dedin də əlinə qulaq as. İndiki psixoloqlar var, deyirsən nəsə bilir. İnandırım sənə ki, çoxu heç də bilmir. Ailədəki problemlərdən danışırlar. Heç öz ailəsindəki problemlərdən xəbəri yox. Bax, o psixoloq var, minimum bir 3 dənə ailə dağıdıb. Minimum. Ona görə də ailənin psixoloqu biləcəm ki, kişi. Ailənin psixoloqu, kişi nətər idarə edirsə, ailədə ona gedir, elə də gedir. Ona görə də belə şeylərə pul verin. Bildin, pulun ver, əyinə, başına, o gülü dəyiş. 15 ildir eyni koftanı giyinirsən. O gül gələndə belə tumurcuq idi. O da bilirsən də, ona su döyməmsən sən. O qədər soğan doğramsan ki, tər gəlib ona, bildin, o gül açıb, öz-özündən gül. Birazdan qorxuram ki, bax, belə burada gül açıb, buralar da mamırlıya. Ona görə də belə şeyləri şeydənmə, yadına qalsın. Kişi hara gedib gəlsə də qapını açıq qoy, həmən o kişi o evə gələcək, ondan narahat olma, bildi? Abşeron Ticarət Mərkəzi 1500-dən çox mağaza ilə alıcılara minlərlə çeşiddə məhsul təqdim edir. Üstəlik, bütün mağazaların qarşısında limitsiz və ödənişsiz parklama yerləri mövcuddur. Buradakı məhsulların hamısı yüksək keyfiyyətli və zəmanətlidir. Qiymətlər isə olduqca münasibdir. Sərfəli, keyfiyyətli alış-veriş üçün yolunuzu Abşeron Ticarət Mərkəzinə salın. Ünvan Lökbatan, Xocəsən yolu 57, əlaqə Ulduz 67 67. Xüsusi sponsorumuz xoşbəxt anaların seçimi olan dünya brendi Predodur. Bütün anaların ən çox narahat edən məsələlərdən biri uşaq bezlərinin düzgün seçilməsidir. Körpəniz üçün uşaq bezi seçərkən nələrə diqqət etməlisiniz? Yanlardakı elastik bantlar uşağın hərəkətinə mane olmasın. Nəmi daha yaxşı obdursun. Körpənizin dərisini tərdən və bişməcədən qorusun, səpdirməsin. Dünyanın 85-dən çox ölkəsində milyonlarla valideyn bu səbəblərə görə körpələri üçün Predo uşaq bezlərini seçir. Predo Baby həyatınızı daha rahat və xoşbəxt etmək üçün uşağınızın qayğısına qalır. Xüsusi sponsorumuz Bizondur. Yenilikləri sevənlər və fərqli dadlar axtaranlar üçün Bizon Eksotik artıq sizinlədir. Kaktusun qeyri-adi təravəti ilə yetişmiş gavalının şirin dadının möhtəşəm birləşməsi, həmçinin çiyələyin cazibədar ətri ilə tropik mangonun ləzzətli harmoniyası ilə gündəlik həyatınızı adi çərçivələrdən çıxardacaq. Öz sərhədlərinizi aşmağa və yeni dadlar kəşf eləməyə hazırsınız, elə isə Bizon Eksotik ilə bu rəngli dünyaya addım atın. Ay ana, bax, gəlinivin cehizləri hamısı gəldi. Hamısı da Quix'dən. Sağ olsun mənim gəlinimi, sağ olsun. Həmişə bu offside mağazalarında görürdüm bu Quix'in əşyalarını. Ürəyim gedirdi. Sağ olsun gəlinimi. Sağ ol ay ana. Sağ olsun. Sağ ol. Deyirəm, sağ olsun Quix'in məişət texnikaları. Yoxsa anam mənim üçün xalam qızını alacaq idi. Görüm anam ana getdi. Ana! Xüsusi sponsorumuz Rosko. Rosko ticarət nişanı yeni keyfiyyətli halal kalbasa və sasis məmulatlarını sizə təqdim edir. Niyyətimiz pörtləmə sasisləri, servelat zakaz, doktorskaya zakaz və bir çox çeşidlərimizlə alıcılarımızı sevindirməyə nail olmaqdır. Tezliklə seçiminizin Rosko olacağına əminik. Rosko, indi yalnız halal.
Keçən səfər bildin də nə oldu? Qardaşımın arvadı yoxdur. Ay qız bir dəqiqə deyəm da, sənin qardaşın arvadın söhbəti mənim nimə lazımdır? Mən qeybət eləmək istəmirəm, televizora baxıram. Hə? Hə. Yaxşı, nə olar? Hayat onunla səni ya. Bu nədir? Çikonun qara ildırım tumları. Çikonun qara ildırım tumları. Ölürəm də mən də bu tumlar üçün. Mənə bax. Deyirsən qardaşın arvadı nə deyirdi? Bəs nə oldu? Qeybət eləmək istəmirdin? Ay qız, Çikonun qara ildırım tumları olandan sonra şəhərə qədər sənə qulaq asaram. Tək ki tumum olsun. Hə, anla. Nə dedim? Bax, divar kağızlarımız da gəldi. Atan evin bütün divar kağızlarını dəyişəcək. Özdə hamısı divar kağızları Mister Dekordan. Ay ana, nə gözəldilər. Mister Dekor divar kağızları Ağdamın Sənaye Parkında istehsal olunur. Bax, gör necə gözəl çeşidləri var. Çox gözəldir. Qonaq otağı üçün, yataq otağı üçün, mətbəx üçün, dəhliz üçün, uşaq otağı üçün, hər cürə. Bəlkə biz də evimizin aboylarını dəyişək. Get başla təmirə. Atan aboyları Mister Dekordan göndərəcək. Dəyərli qonşum, evin oba ilə doldur, hədiyyələr qazan. 1 sentyabr 30 oktyabr tarixində Oba Marketlər şəbəkəsindən 20 azenlik alış-veriş et, bir-birindən dəyərli 38 hədiyyədən birini qazanma şansını əldə et. Lotereyada iştirak etmək üçün minimal olaraq 20 azenlik alış-veriş etməlisiniz. Oba mobil tətbiqini yükləməli və qeydiyyatdan keçməklə siz də iştirak edə bilərsiniz. Bu fürsəti qaçırmayın. Sponsorumuz Brand House mağazalar şəbəkəsidir. Brand House mağazalar şəbəkəsi 2014-cü ildən etibarən müştərilərə xidmət edən, ölkəmizin dörd bir yanında fəaliyyət göstərən güvənli alış-veriş ünvanıdır. Mağazalarımızda yerli Moda brend markasının uşaq, kişi və qadın geyim kolleksiyaları təqdim olunur. Müxtəlif zövqlərə uyğun geniş seçim imkanı ilə yanaşı, seçilmiş məhsullara 50%-dək endirimlər də mövcuddur. Hamısı bir ünvanda, Brand House mağazalarında. Brand House mağazaları ölkəmizin dörd bir yanında var. Ünvanlarımızla tanış ola bilərsiniz. Qonaqlarımız çoxdur. Mən istəyirəm onlara bir-bir təqdim edeyim. Təbii ki, hamınız xoş gəlmişsiniz, amma artıq belə deyək, sayılıb seçilən, artıq hamımızın sevimlisi, sosial platformada dağdan, yerlə yeşələyən bəylər, soylar buradadır. O gözəl cütükləri alqışlarınızla istəmsə təqdim edeyim. Xoş gəlmişsiniz dostlar. Xoş gəlmişsiniz. Və dostlar, bu günlərin bizim qardaş ölkədən Gürcüstandan qonaqlarımız var. Belə deyək, fürsətdən istifadə edib Gürcüstanda yaşayan bütün Azərbaycanımızı salamlayırıq və bir alqış göndərək dostlarımıza. Bizi izləyirlər, bizi sevərək izləyirlər. Bizim də yaxınlarda Gürcüstana səfərimiz oldu. Çox isti münasibət gördük, çox belə deyək, böyük bir sevgi gördük və inşallah ki, bu sevginin qarşılığında da bir ideyamız da var, Allah qoysa, Allah qismət eləsə, yəni bir Gürcüstanda möhtəşəm bir konsert eləmək fikrimiz var. Amma bu günlərin bizə təşrif buyurdular. Əl-məlmi bir istəyirəm, gürültülü alqışlarla səs təqdim edeyim. Əli-məlim, Komedixananın Gürcüstandakı səfiridir. Mən belə deyirəm, nə vaxt yolumuz düşdü, bax bu kişi, bu nurlu kişi, bu nur dolu kişi bizi qarşılayıb, bütün günü bizlə olub. Bir dəfə, hətta ilk səfərimizdə 6000 kilometr yol sürmüşdük. Gürcüstana fırlanmışıq, həqiqətən də. Əli-məlim, xoş gəlmişsiniz. Növbə bizdədir. Artıq bizim diqqətimizdəsiniz. Sabah səhər xaş, sonra yatırıq, axşam 9-da dururuq, günlük saldırda yuxu ilə. Və dostlar, elə Gürcüstana söz düşmüşkən, özü oralıdır, amma burada da möhtəşəm işlər görür. Bizim dostumuz sevimli Kamran müəllim burada da. Görürsünüz, alqışlarla Kamran alqışlayaq, Kamran, siz də xoş gəlmişsiniz. Sevirik sizi. Kamran müəllimin elə özü burada böyrəyi var, çox sevirik. Komedixananın yaxın dostudur. Və bizim sevimimiz Kamran müəllimin köməkçisi, həm də belə deyək, o kişini məncə hamı sevir. Bir qəribə aurası var, həmin kişini təqdim edir üçün. Kim görür deyir ki, valla mən bu kişini tanıyıram. Bilsinə görə ürəyinin gözəlliyidir. Namik məmir, gürültü alqışlayaq. Xoş gəlmişsiniz. Xoş gəlmişsiniz bir daha. Təşəkkürlərdən öncə bizim bir xatamız var. Xatamız var. Xatamız da var. Xatamız yox, xoş xəbərimiz var. İnşallah dekabrın 19-u, 20-si, 21-i Heydər Əliyev sarayında bizim möhtəşəm konsertimiz olacaq. Bayram bazarlığı aldı. Solo konsertdə yolunuzu gözləyirik dostlar sizin.
mütləq gəlin. Əslində devizimiz, şüarımız da belədir ki, bayram hədiyyəsi, yeni il hədiyyəsi qoy Komedi xanımın bileti olsun. Biletləri hardan əldə etmək olar deyirsinizsə, iTicket saytına elə indicə daxil olun. İndi alın ki, dostlar, sonra sıxıntı olmasın. Hamımızın yolunuzu gözləyirik, deyirik və dostlar, davam edirik biz. Bizim hər səhnəmizdə biz pariklərdən, bığlardan, saçlardan belə də istifadə edirik və bizə bu səpkidə, bu yöndə köməklik eləyən, təbii saçlarla təmin etdiyi üçün İqrar bəyə təşəkkürümüzü bildirir. İqrar bəy özü də buradadır. İqrar bəy, xoş gəlmişsiniz. Və dostlar, sizin qarşınızda artıq bu bir tendensiya alıb, ənənə halına alıb, bizim gözəl dostlarımızın kimin özəl günü olur, az gün olur, qeyd edib. Bugün də bizim sevimimiz Gülzar xanımın doğum günüdür. Alqışlarımız Gülzar xanımı. Gülzar xanım, sizi təbrik edeyim. Nə yaxşı varsın, nə yaxşı bizimləsin. Və bax bu gülü şəhsən bizim adımızdan qəbul edin. Çox sağ olun. Bizim adımızdan. Kızı gətirib verib. Gözəl xanımın qızı. Ha? O evdə daha gözəl. Buraya ev, mən nə bilim. Deyir qızardan gəlib, boş düşmür. Sürpriz eləyiblər. Sürpriz də. Sürpriz də. Qızardan gəlib. Ümran Beşə qızıdır, o da qızındır. Qızı da. Allah xoşbəxt eləsin. Allah bəxtin gözəl. Tanışsınız da bir-birinizi. Çünki o soyuq yanaşdı. Vallahi yox. Prosto gözləmir. Gülü də belə qoydu getdi. Həyəcanlanma. Gülü 70 yaş nə deyərsən 70 yaş. Allah ömür versin, hamımız o yaşı yaşayaq. Amin inşallah, amin. Gülü 70 öyle, ne zaman adınandı. Yox, ümumiyyətlə xanımla yaş soruşmazlar da. Əşi, burada da gizlənməli var, 43 yaş. 43 yaş. Güzel xanım hamımızın sevimlisidir və belə deyək də Komedi xanımın daxili bir dənə sirrini deyim ki, ən məsuliyyətli aktrisalarımızdan, aktyorlarımızdan biridir. Saat 9 deyirsən, 8-in yarısından buradadır. Yəni belə bir punktualdır, belə bir dəqiqədir. Yaxşı ki varsınız, yaxşı ki bir dənə öpürük sizi və bir dənə gürültü alqışlarla Gülzar xanıma. Buyurun. Buyurun, o güllər kimədir? Zənlə xanımın qohumlarıdır, çox sağ olsunlar. Bəli. Bəli, görsün, mən çağırdıqlarım heç də gətirmir, görsən. Gəldiniz, bir də gəldiniz, hə, gəldiniz. Gəl, mənə dəvətnamə verdim, hə, verdim. Yarısı qohum dedi, səni sağ evə getmə, heç də. Belə görəm otdanlam da. Bax, bu da dəvət verir. Xəyalli xanım. Hə? Necə? Mənim gülüm var, hə. Gülüm solsa mən solmaram. Və dostlar, təşəkkürlərimiz var. Bizi səhnə geyimlərlə təmin edən Richman kişi geyimlərlə bir alqış deyirəm sizdən. Hüseyin Cavid 13-də yerləşir. Mütləq zövqlü bəylər, zövqlü geyimləri sevən bəylər mütləq yolunuzu Richmana salın. Və Gürkan Demirkan qadın geyimlərlə bir gürültü alqış deyirəm sizdən. Bir gürültü alqışı özünüzə istəyirəm. Və sizdən sağollaşan dostlar, yenə öz saatımızda, öz vaxtımızda sizlə görüşmək ümidilə. Çalışın, salamat qalın, öpürük. Bayramdan əvvəl bayram bazarlığı mütləqdir. Səhər maraqlanacam bu söhbətlə. Alanda maraqlanırdın. Amma bu bazarlıqdan bol gülüşlə qayıdacaqsınız. Sən niyə bu ləhcə ilə danışırsan? Mənim anam Hindistanlıdır, atam Səlyanlı. Hər yeni ilin ənənəsinə çevrilən Komedi Xananın böyük səhnə konsertlərinə yenisi əlavə olunur. Bayram bazarlığı. Çox əsrarəngizdir. Ardarası kəsilməyən gülüş səhnəsi 3 gün ard-arda davam eləyəcək. Nə dedim? 19, 20, 21 dekabrda Görəcəyik də. Heydər Əliyev sarayında biletləri iTicket Az və şəhərin bütün kassalarından əldə eləyə bilərsiniz. Məsələ həll olundu. Dadlı dostu, bol ulduzlu bayram bazarlığına təlləsin. Necədir, bəyəndiniz?